Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün oktyabr ayının 22-si, həftənin çərşənbə günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Sabiq Səhiyyə Naziri Əli İnsanov Ramiz Mehdiyevlə bağlı danışıb. O bildirib ki, əgər o həbsxanaya gedərsə, ölə bilər. Ramiz Mehdiyevin gücü tutduğu vəzifədə və hüdudsuz səlahiyyətlərdədir. Mən onun işsiz vaxtlarını yaxşı xatırlayıram. O zaman əlaqələrimiz var idi. O olduqca küncə sıxışdırılmış, tamamilə cəmiyyətdən təcrid olunmuş, heç kimə lazım olmayan, xalq hərəkatının güclü dövrlərində heç bir əhəmiyyətliyi olmayan adam idi. Bunu eks-Səhiyyə Naziri Əli İnsanov deyib. Əli İnsanov onda bildirib ki, əgər Ramiz Mehdiyev həbsxanaya gedərsə, tezliklə ölə bilər. Dözməz o şəraitə. İradəsi zəif adamdır. Onun burnunu tutsan canı çıxar. Dözməz orada. Ölər, işlər də yarımçıq qalar. Ona görə də həbsxanaya yerləşdirməzlər ki, orada bir həftəyə ölər. Onda kimdən soruşacaqlar ki, niyə belə etmisən deyə Əli İnsanov bildirib.